2 iyul Azərbaycan Polisi günü Binəqədi rayon icra hakimiyyətində qeyd edildi. Əvvəlcə Heydər Əliyev adına parkda ümummilli liderin abidəsi ziyarət edildi. Abidə önünə gül dəstələri düzüldü. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmailov, millət vəkilləri, Daxili İşlər Nazirliyinin şəxsi heyəti, eləcə də icra hakimiyyətinin əməkdaşları iştirak etdilər. Çıxış edən qonaqlar ölkəmizin sarsılmaz təməllər üzərində formalaşan ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində konstitusiya ilə təsbit olunan insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışdılar. Ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısı xüsusi vurğulandı. Sizi Azərbaycan polisinin yaranmasının 107-ci il dönümü münasibəti ilə ürəkdən təbrik edirəm. Azərbaycan polisi yaranmasından bugünə qədər şərəfli və məsuliyyətli bir yol keçmişdir və bu sistemin formalaşmasında, inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində daxili işlər orqanları müasir dövrün tələblərinə uyğun inkişaf edir. Azərbaycan polisi 1695 şəhid vermişdi və 1710 nəfər məhz müharibədə yaralanan Azərbaycan polisi vardı və siz qürur duya bilərsiniz ki, biz də sizinlə qürur duyuruq ki, bugün bu qeyrətli oğlanlardan 67 milli qəhrəman statusu, milli qəhrəman zirvəsinə yüksəliblər, bu adla təltif olunublar. Elxan müəllim və Kəmaləddin müəllim çıxışlarında da bu tarixlə bağlı məqamlara toxundular. Amma bu tarix özü bizim demək olar ki, çox şey deyir və ilk növbədə də ulu dərin varislik prinsipinə göstərdiyi həmişə diqqətin bir nümunəsini biz bu tarixdə görürük. Çıxışlardan sonra xidmətdə fərqlənən daxili işlər orqanlarının əməkdaşlarına rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edildi. Tədbir tanınan incəsənət xadimlərinin vətənpərvər ifaları və milli rəqs nömrələri ilə davam etdi.